Salam hörmətli izləyicilər, biologiya sevərlər. Sizinlə 4-cü blok Kaspin sınavının biologiya suallarının izahı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağa, əgər bəyəndiysənsə bəyən butonuna basmanızı xahiş edirik. Deyək ki, meyoz bölünmə zamanı bixromat xromosomlu qütblər çəkilməsində əmələ gələn hüceyrələrdə cəmi 36 xromosom var. Bu canlının somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində neçə xromosom olar? Birinci, deməli, bixromatik xromosomlar qütblərə çəkilirsə, bu zaman bixromatikli xromosomlar qütblərə bir hüceyrədə 2 dənə bixromatik xromosomlar qütblərə çəkilir və bu zaman meyoz bölünmə barəsində bu zaman 4 dənə hüceyrə əmələ gəlir. 4 n sayda olur və burada da 36-ya bərabər olursa, onda enimiz bərabər olacaq 9-a. Burada da somatik hüceyrə deyirsə, bu 2n bərabər olacaq 18-ə. Anafaza mərhələsində isə xromosomların sayı 2 dəfə artmış olacaq. Bu da 36-ya bərabər olmuş olacaqdır. Heterozigot ağ dovşanın diheterozigot boz dovşanla çarpazlaşmasından. Heterozigot ağ dovşan dedikdə kiçik, böyük ya, kiçik ya. Və bu çarpazlaşır heterozigot boz dovşanla. Heterozigot boz dovşan diheterozigot, bu demək ki, böyük kiçik, böyük ya, kiçik ya. Yəni 2 dənə. Və bunlar çarpazlaşması nəticəsində birinci bunu monohibrid çarpazlaşmaya aparsaq, burada nə alınacaq? Birinci alınacaq, məsələn, C-lər üçün yazaq. Kiçik, bir də böyük C, kiçik C. Bunun üçüncə yazsaq, alınacaq 2 dənə böyük ya, kiçik ya. Böyük ya, bir də kiçik ya. İndi bunu qoyub yerinə yazsaq, buradan bir dəfə bunun hamısının bir dəfə kiçik C, deməli 2 dənə kiçik C, böyük ya, kiçik ya. Bir də kiçik C, böyük ya, kiçik ya. Bunların hamısı kiçik C'nin olduğunu ağ dovşanlardır. 2, 3, 4 dənə. Deməli, ağ dovşanlarımızın sayı olur 4. 4 ağ. Sonra ağ dovşanlarımızın sayı olur 4. Sonra keçirik digərinə. Böyük 2 dənə böyük C, kiçik C, böyük ya, kiçik ya. Sonra böyük C, kiçik C, böyük ya. Sonra böyük C, kiçik C, kiçik ya. İndi böyük C, kiçik ya, bu qara dovşandır. Bir dənə qara dovşanımız olur. Qara dovşanımızın sayı bir dənə. İndi görək boz dovşanımız necə? Boz dovşanımız neçə olacaq? Boz dovşanımız həm böyük C olmalıdır, həm böyük ya olmalıdır. Həm böyük C, həm 2 burada, bir də burada 3. 3 dənə də boz dovşanımız var. 4, 3, 1. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Sonra diploid xromosom dəsti olan dəstində 24 olan bitki torçuğu ilə qametində 17 xromosom olan bitkinin dişiciyi tozlanmışdır. Əmələ gələn hibridin dölsüzlüyü Karpochenko metodu ilə aradan qaldırılarsa, endospermdə cəmi neçə xromosom olar? İndi bunu əldə etmək üçün birinci yadınıza saxlayın ki, bu torçuq deyirsə, bu erkək hüceyrədir. Erkək hüceyrədə xromosom sayı 24-dirsə, diploid sayı 24-dirsə, haploid sayı 12-dir. 12 olacaq. Torçuğu, yəni n bərabərdir neçə? 12 olacaq. Deməli, bitkinin torçuğu 17-dirsə, torçuğu, yumurta hüceyrəsi, bu dişi hüceyrəsində n sayı 17-yə bərabərdirsə,
2n sayda neçəyə 34 olacaq. İndi bizə deyir ki, aradan endospermində. Endosperm 2n dişi bitki üstünə gələk n sayda erkək bitki. 2n dişi bitki ödəyəcək 17-ni 34. Üstünə gəlsək 12-ni edəcək 34-ün üstünə 12 gəndə 46. Və bunu da özünüzü Karpachenko metodu ilə aradan qaldırsaq 2 dəfə artacaq. 46-nı da 2-yə vursaq edəcək 92. Verilən fikirlərdən hansı yanlışdır? Endoplazmatik şəbəkə karbohidrat sintezi edə bilər. Bəli, bu düzgündür. Endoplazmatik şəbəkədə karbohidrat sintezi edə bilər. Ribosomlar membransız orqanlardır. Bəli, ribosomların membranı yoxdur. Böyük və kiçik hissəsindən ibarətdir. Bütün avtotrof bitkilərdə xloroplast olur. Və bunu deyə bilmərik. Çünki yosunlarda xlorofil vardır. Doğru fikri seçin. İnsanda zigot əmələ gəlməsində iştirak edən hüceyrə bilavasitə mitoz yolu əmələ gəlir. Xeyr, deyəmərik. Diploid xromosom dəstinə malikdir. Xeyr, haploid olur. Nüvəyə malik deyil. Xeyr, nüvəyə malikdir. Cinsi və autosom xromosom malik olur. Bəli, bu yəni insanda zigot əmələ gəlməsində iştirak edən hüceyrələr 22-si autosomu olur, 22-si qametlərdir və bunun biri isə cinsi hüceyrədir. Eukaryot canlının somatik hüceyrəsinə nüvə şirəsinin sitoplazmaya qarışır. Adətən yadınızda saxlayın ki, profazanın sonunda nüvə qılafı əriyir və nüvə şirəsi sitoplazmaya qarışır. Onda olacaq profazanın sonu, bu da D variantına uyğun gəlir. D. D variantına uyğun gəlmiş olacaqdır. Öz-özünə tozlanan diploid çiçəkli bitkinin mərkəzi hüceyrəsi heterozigot genotipli ola bilər. Xeyr, ola bilməz. Çünki mərkəzi hüceyrə eyni bir hüceyrənin ikiləşməsi nəticəsində yaranır. Yəni, eyni bir hüceyrələr ardıcıl olaraq 3 dəfə bölünür, 8 hüceyrə əmələ gəlir. Onun ikisi mərkəzə gələrək mərkəzi hüceyrəni əmələ gətirir. Bunu götürə bilmərik. Zigotu ola bilməz. Elə bu ola bilər yox, ola bilməz soy götür dediyinə görə elə bunu A variantına götürmüş olacaq. Cavab olsa A variantı. Şəkildəki canlının aid olduğu sinifin ilk nümayəndələr yarandığı geoloji dövrdə. Bu məməlilər sinifinə aid olan yexitnadır. Onlar da ilk dəfə yaranıb tirasda. Tirasda da nə var? Toxumlu qıcılar yox olub. A variantı uyğun gəlmiş olacaqdır. Şəkildəki verilən canlılara aid olduğu aləmin nümayəndələrində ola bilməz. Bu bakteriyadır. Bakteriyalarda isə membran quruluşlu orqanoidlər yoxdur. Lizosom membran quruluşludur. Ona görə də B variantını götürmüş oluruq. Azərbaycanda hansı bitkinin müxtəlif məişə mərkəzi ola bilər? Azərbaycan Cənub-Qərbi Asiyada yerləşir və Cənub-Qərbi Asiyaya aid olan yer köküdür. Mərkəzinə aid olanda. 2 dihidrozigot sarı amar nağılının çarpazlaşmasında nəsildə yalnız resiv əlamətləri birini daşıyan fərdlər salamat qalarsa, genotipə görə parçalanma necə olacaqdır? Deməli, yalnız resiv əlamətlərdən birini daşıyan fərdlər. Resiv əlamətlərdən birini daşıyan fərdlər kimi olacaq? Bax, 2 dənə olacaq. Böyük ya, kiçik ya. Bir də kiçik B, kiçik B, kiçik B. Sonra bir dənə buradan yazaq. Bir dənə böyük ya, böyük ya, böyük ya. Bir dənə böyük ya, böyük ya. Bir də kiçik B, kiçik B. Sonra bir dənə də kiçik ya, kiçik ya, kiçik ya, kiçik ya. Böyük B. Böyük B. Sonra bir dənə də
Bir də 2 dənə. Burada yazaq 2 dənə. Kiçik A, kiçik A, böyük B, kiçik B. Bizə də deyir ki, indi nə deyir? Parçalanma 2 buradadır. 2 dənə də buradadır. 2 dənə 2, bir dənə 2 dənə də 1. Bu da edəcək B variantı. Sonra aşağıda nəsil ağacında atom dominant genlə idarə olunan homozigot fərdlər. Atom dominant genlə idarə olunan homozigot tünd rəngli. Yəni bunlar tutalım ki, aynı işarəsək, tünd rəngli olanlar böyük ya, böyük yadır. Bunlar böyük ya, böyük yadır. Aha, böyük ya, böyük homozigotlar üzə çıxması üçün bunlar hamısı böyük ya, kiçik ya olmalıdır. Bu da böyük ya, kiçik ya olmalıdır. Bunların nəticəsində yaranır böyük ya, böyük ya. Bax, burada da hansı resep fenotipli ola bilər? Bax, bunlar paylanmasından asılı olaraq kiçik ya, bu da kiçik ya ola bilər ki, olur bilər ki, məsələn, buradan bunun çarpazlaşması nəticəsində mütləq böyük ya, kiçik ya, burada da böyük ya, kiçik ya alınır. Ona görə ola bilər ehtimalına dediyinə görə 3-dən 4-ü götürürük. B variantı. Diploid xromosom 2 fərqli hüceyrənin, ana hüceyrənin xromosomları və genləri təsvir olunmuşdur. Birinci, verilən ki, aşağıdakı kometə hansı 2 hüceyrənin normal meyoz bölünməsi nəticəsində ortaq olaraq əmələ gəlmiş olar. Yəni, o deməkdir ki, hər ikisində olsun. Bax, kiçik gen birində var, birində yoxdur. Ona görə bunu götürmürük. Kiçik K, L var. Digərində də kiçik K, L var. M var, amma N yoxdur. Ona görə bunu da götürmürük. Burada K, L. K, L var. M var, böyük N birində var, bir digərində yoxdursa götürmürük. Burada da K, L var, M də var, N də var. Ona görə D variantını götürmüş oluruq. Bizdən nəyi soruşur? ATV haqqında verilən ifadələrdən hansı yanlışdır? Kimyəvi tərkibinə görə nukleotiddir. Aha, düzdür. Bizə də yanlış olanı soruşmalar. Heyvan hüceyrəsində sitoplazm sintez oluna bilər. Bu da düzdür. Hüceyrədən hüceyrəyə keçə bilər. Bu yanlışdır. ATP yarım hər bir hüceyrənin özü üçündür. Fagositoz etmək üçün hidrogen mənbəyi kimi hidrogen sulfiddən istifadə edilir. Sözsüz ki, bu qırmızı bakteriyalar olmuş olacaqdır. D variantı. Sonra növbəti sualımıza baxırıq. Deyir ki, D variantı. Cavab olacaq D variantı. Doğru fikri tapan polimeraz zəncir reaksiyası. Deməli, polimeraz zəncir gen mühəndisliyində istifadə olunan bir reaksiyadır. Sonra təkamül prosesi növlərin dəyişilməsi şəklində göstərilmiş qaydada izah edən alim bu məşq etmə nəticəsində boyun uzanmasını göstərir və bunu da ilk dəfə olaraq Lamarck tərəfindən irəli sürülüb. Lamarck deyir ki, məşq etmə nəticəsində boylar uzana bilər. Lamarck'ın qradiyasiya pilləsində hansı sinifin nümayəndəsi yeri almıyor? Amfiblər, yəni suda qurda yaşayanlar yer almamışdır. Sonra soruşur. Sxemə təsvir olunan təbii seçmə forması haqqında hansı fikir doğrudur? Sxemdə hərəkət verici seçmə göstərilib. Hərəkət verici seçmə isə heterozigotların xeyrinə olan bir seçmədir. Bu da C variantına uyğun gəlir. Növün hansı kriter isə növlərin arasında olan həyat prosesləri, xüsusilə çoxalması olan fərqlərə görə müəyyən edilir. Fizioloji kriteri aiddir. Təbii seçmə nəticəsində əmələ gəlmişdir. Burada təbii seçmə nəticəsində bizdir. Əmələ gəlməmişdir. O bizdir olacaq. Axarda, kəkilləri quşudur, dağır qaraşan, patriyadır. Bunlar
təbii seçmə nəticəsində əmələ gəlmişdir. Bu əmələ gəlməyən bestlərdir. Süni seçmə ilə yaranmışdılar. Seçmə nəticəsində əmələ gəlmişdir. İnsan qidasında amilin turşusunda lizin çatışmırsa, lizin çatışmaya da başqa cəhəllənməyə səbəb olur. Bu da A variantına verilib. Cədvələ əsasən X-ni tapın. Deməli, DNT molekulunda iştirak adenin nukleotidinin sayı 64-dür. Deməli, timinin də sayı 64-dür. Əmələ gələn hidrogen rabitələr 64-ün üstə 64 gələn neçə? 128. 428-dən də çıxaq 128-ə. Qalacaq neçəyə? 300-ü. 300. Buradan da qalır 300. 300-ü də 3-ə bölsək, çünki guanin ilə sitozin arasında 3 dənə qat rabitə olur da. Eləyəcək 100. Deməli, guaninimiz də olacaq 100. Sitozinimiz də olacaq 100. Sitozin də 100 olacaq. Deməli, bizdə olan nukleotidlərin sayı neçə edəcək? 200 burada, 128 də burada, 328. 328 dənə də nukleotidimiz var. Bizdən soruşur ki, nukleotidin deməli, ayrılan suyun birinci deməli, hidrogen rabitələrinin sayı isə 328. Deməli, burada nukleotidlərimizin sayı oldu 328. Və bu deyir ki, ayrılan su molekulunun sayı. Ayrılan su molekullarının sayı su 328-dən 2 zəncirlidir deyə ikisini çıxırıq, qalacaq 326. Yəni su molekulumuzun sayı olacaq 326. Sonra bizdən nəyi soruşur? Diaq merinöz tirtikali axar bezdir. Verilmiş canlı neçəsi uzaq köpükləşmə yolu ilə alınmamışdır. Uzaq köpükləşmə yolu ilə alınmayıb, yaqdır, merinöz, bir də arxar. 3 dənəsi. 3 dənəsi alınmayıb. Linear təsnimat hansı sistematik kateqoriyalarda yer almışdır? Növ, cins, dəst. Növ, cins, dəstə, bir də sinif yer almış olur. Yəni 1, 2, 4, 5. Genotipi verilmiş orqanizmdə A, B, C, D genotipli qametin əmələ gətirmə ehtimalı neçə faizdir? Buradan baxırıq heterozigotların sayına. Bir dənə buradadır heterozigot. Bir dənə buradadır, bir dənə buradadır. 2 üstü 3-ə neçə tip qamət yaradaq? 8 dənə qamət yaradacaq. Burada da bir dənə qaməti deyir də. Deməli, 8 dənə qamət yarananda 8 dənə qamət yarananda neçə faizdir? 100% eləyirsə, bir tip qamət yaranan neçə faizdir? X. X-imiz də bərabər olacaq. Deməli, 100-ü 8-ə bölsək, o da edəcək 12,5. Burada cavabımız olacaq 12,5. Sonra uyğunluğu müəyyən edin. Karl Linné, Lamarck, bir də Darwin. Birinci neyək? Birinci Karl Linnéyə aid olanları seçək. Karl Linnéyə aid olanlar X sinüs təsnimat sistemini yaratması. Bir də insanın insan bənzər meymundan eyni cərgədə yerləşdirməsi. Bu Karl Linnéyə aiddir. Sonra keçək Lamarck'a aid olanlar. Lamarck neyini? Taksonlar arasında qohumluq əlaqəsinin olduğunu qeyd edib birinci. Bir də heyvanlar sistematikasında 14 sinifə ayırıb. Sonra Darwin, burada Darwin elə ancaq bir dənə canlılar sistemləşdirərkən mənşə birliyini əsas götürüb. Elə Darwinə də aid olacaq, ancaq B. 28. Marfan sindromuna görə heterozigot ata ilə sağlam ana ailə hədəfdə valideynlərin genotipini. Deməli, heterozigot ata dediyinə görə böyük A, kiçik A və sağlam ana da kiçik A. Bu valideynlər doğulacaq uşaqlar necə olacaq? Böyük A, kiçik A, kiçik A, kiçik A.
çarpazlaşması nəticəsində yenə də alınacaq. Böyük ya böyük, kiçik ya kiçik ya. Bu da uşaqlarda alınmış olacaq. Sonra bu necə Marfan sindromlu qız uşağının dünyaya gəlmə ehtimalı. Və buradan yazdıqda Marfan sindromlu uşaq burada da necə 2də 1-dir. 2də 1-dir və bunun qız uşağı olma ehtimalı da 2də 1-dir. Bu da eləyəcək 4də 1-ə. 4də 1-i də 100-ə vursaq eləyəcək 25%. Yəni Marfan sindromu uşağın doğulma ehtimalı 25%-ə bərabərdir. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.